Salam, dəyərli mənim xərçəng bürclərim. Xoş gördük sizləri və təbii ki, YouTube, Instagram və TikTok telekanalımın izləyiciləri, hər birinizi salamlayıram. Ayrı-ayrılıqda sizinlə mən Lara. Bugün yenə söylədiyim kimi xərçəng bürcləri haqqında danışacağım. Dəyərli mənim ehtiraslı, gözəl, zövqlü olan xərçəng bürclərim. May ayının birindən həyatımıza Venera girir və bu Venera həyatımıza sevgi, məhəbbət, doxod, pul, əsas məsələ, dostижение, yüksəliş gətirəcək. Venera gözəllikdir, Venera yüksəlişdir, Venera sakit həyat, firavan həyatdır. Venera sizin üçün ümumiyyətcə bu Venera sizin həyatınızda ki gələcək, ümumiyyətcə may ayı bizim üçün nədir? Nələrisə düzəldiriksə, nələrisə həyatımıza gələcəksə, bu 3 il ərzində davam edə biləcək, 3 il ərzində. Sizin üçün də hədiyyələr, pul, kimlərsə sizə hədiyyə ala bilər. Böyük hədiyyələrdən gedir söhbət. Kimlərsə sizə dəstək, kömək ola bilər. Hansısa bir işin başlanmasında kömək edə bilərlər. Hansısa bir uzun zaman, yəni ola bilər sentyabr ayında yarımçıq qalan və yaxud keçən il, 3 il bundan öncə yarımçıq qalan işlərinizi görə bilərsiniz və yaxud mən bunu edə bilməmişdim, bu yarımçıq qalmışdı, artıq bunun həllini tapdım və oldu. Bəzi xərçəng bürcləri sevgi, məhəbbətlə üzləşəcəklər, kiməsə vurula bilərlər, kiməsə sevə bilərlər, kimləsə təklif ala bilərlər, evlənmək, xeyir iş təklifləri. Bəzilərində övlad xəbər ola bilər, ya dünyaya uşaq gətirərlər, bu yeni xəbəri eşidərlər və yaxud bəzilərində öz uşaqlarının dünyaya uşaq gətirməklərini eşidərlər, nəvə xəbəri, bax bu kimi bir şeylər də ola bilər. Yəni həm yüksəliş, həm artım, həm də böyük sevincli xəbər. Ümumiyyətcə, xərçənglər üçün may ayının 11-i də, 16-sı da, 27-si də, burada 27-si də Merkuri girir xərçənglərə, xərçəng bürcünə. Burada 2 həftə ərzində, əsas da bu 2 həftə ərzində, yəni siz yarımçıq qalan işlərinizi davamlı edə bilərsiniz və ümumiyyətcə sizə səyahət də çıxa bilər. Demirəm, çox-çox başqa bir ölkələr, amma öz yaşadığınız məkandan bir qədər məsafəsi olan, aralı bir məsafəsi olan yerlərə, məkanlara da gedə bilərsiniz. Və ümumiyyətcə, xərçənglərin zamanı olmayacaq çox. Harasa dəvət ala bilərsiniz, harasa kimlər nəsə görüşə bilərsiniz, gedə bilər, səfər edə bilərsiniz. Sizin üçün çox maraqlı və rəngarəng keçəcək. Mən efir başlayanda nə üçün dedim, xərçənglər, zövqlü xərçənglər, ehtiraslı xərçənglər. Burada zövq də böyük rol oynayır. Çox böyük zövqlə həm özünüzə, həm dost, rəfiqə, tanışlarınıza nəsə bir fikir söyləyə bilərsiniz, nəyisə bir zövqlə seçə bilərsiniz, hansı ki, onlar sizdən çox-çox razı qala biləcəklər, çox da razı qalacaqlar. Burada sizin üçün bu may ayı üçün iyunun 7-sinə qədər, ümumiyyətcə 24-dən iyun ayının 7-sinə qədər, yenə deyirəm, böyük, məsəl üçün, əməliyyat edə bilərsiniz, elətdirə bilərsiniz, böyük bir effekt görərsiniz və yaxud da ki, məsəl üçün, maşınımı dəyişirəm, evimi dəyişirəm, yeni bir araba alıram, bax bu, yəni sizin üçün uğurlu olacaq, başınız qarışıq olacaq, bir həftəni, 10 günü, amma bunun bəhrəsini görəcəksiniz. Və unutmayın, may ayının 4-dən, ümumiyyətcə, oktyabr ayının 14-nə qədər bizdə burada qara aydır, çornay luna. Bu da sizə, bunu nə edir? Bu demir, pis bir şeylər baş verəcək, yox. Nəsə negativ bir vəziyyət görəndə, mən bu vəziyyətdən çıxacağam, bu müvəqqətidir, çornay luna, bu qara aydır və hər şey gözəl olacaq. Bunu ritual kimi deməyiniz belə bəs edir. Və unutmayın, dəyərli xərçəng bürcləri, sizin kodunuz 222-dir, 222, bu negativ kodunuzdur. Bunu deaktiv etmək üçün mənimlə direkt əlaqə saxlayırsınız. Zaten məndən başqa bu kodları bağlayan yoxdur. Bu kodları bağlamaq üçün əlaqə saxlayacaqsınız və mən sizə kömək edə bilərəm bu cür. 222 kodu da nə deməkdir? 222, ya belə insanlar gec evlənə bilərlər, ya övlad problemi olur, övladları çox-çox gecdə olur və yaxud da ki, ən əsas təhlükəli olan odur, yəni həyəcan verən siqnal odur ki, xərçəng bürcləri 5, 10, 15, 20 yaşına çatan övladlarını itirə bilərlər. Bəli, bu nə üçündür? Bu sırf bu koda görə 222 negativ kod, hansı ki, bu xərçənglərin üstündədir. Bunun üçün də bundan izbavit olmaq üçün, bundan imtina olmaq üçün ancaq şifrəni kod şəklində bağlanır. Onu da mənimlə əlaqə saxlayacaqsınız, dəyərli xərçəng bürcləri.
Bunu unutmayın, nəzərə almağı, yəni mütləq əlaqə saxlayın. Belə, dəyərli xərçəng bürcləri, hər birinizə uğur şans arzu edirəm. Dərman varsa, aptekdə var. Hər bir şeyin dərmanı var. Bir ölmə çarə yoxdur həyatda, hər bir şeyə çarə var. Hər birinizə uğur və şans arzu edirəm, dəyərli xərçəng bürclərim. Allah amanında qalın. Bəyəndinizsə videomu like etməyi, takib etməyi unutmayın, dəyərli xərçəng bürcləri. Görüşənədək.